Her bir insanın ana vətəni körpəliyidir. Eğer biz övladlarımıza körpəliyini, kiçik yaş dövrünü doya-doya yaşatmazsaq, kiçik yaş dövründə onlara kifayət qədər zaman ayırmazsaq, onlar kiçik yaş dövründə doya-doya oyun oynamazlarsa, onların uğurlu, bacarıqlı, xoşbəxt olma ehtimalı çox azdır. Valideynlərin ən vacib vəzifəsi, ən birinci borcu övladlarına kiçik yaş dövründə zaman ayırmalı, onlarla daha çox vaxt keçirməli, onlarla doya-doya oyun oynamalı, onlara bütün bunları etmək üçün fürsət və imkanlar tanımalılar. Yaşadığım, qarşılaşdığım bir hadisəni valideynlərin diqqətinə çatdırmaq istəyərdim. Bir yoldaşım, yaxın bir dostum mənə çox tez oğlundan şikayət edər ki, dərslərində məsuliyyətsizdir, tapşırıqlarını etmir, məktəbdə çox tez şikayət gəlir, yoldaşlarına qarşı kobud davranır və s. və s. Bütün hallarda mən ona deyirdim, onun oğluna zaman ayır, bərabər ol, səyahətlərə çıx. O da həmişə bəhanə gətirir ki, işim belə, zamanım yoxdur belə. Bir müddət sonra bir dəfə mənə zəng elədi ki, görüşmək istədi məndən. Görüşəndə gördüm, çox yaxşı əhval-ruhiyyədir. Dedi, sən mənim həyatımı qurtardın. Necə? Deyir, mən axır sonunda qərar verdim ki, sən dediklərini eləyim. Bir axşam işdən sonra bərabər getdik oynamağa. Yoldaşları da gəldi, bərabər oynadıq. Və bunu həftə içi çox tez eləməyə başladım. Həftə sonları da mütəmadi elədim. Yaxın rayonlara çıxdıq, xırda səyahətlərə çıxdıq, daha çox oyun oynadıq. Bir dəfə pilləkənləri qalxanda önümə keçdi, gözlərimə diqqətlə baxıb dedi ki, ata, mən səni çox sevirəm. Yəni, o anda mən sanki yenidən doğuldum. O anda sanki mən yuxudaydım, yatmışdım, tək yuxudan ayıldım. Mən oğluma qarşı bu münasibəti göstərməyə bilərdim, zaman ayırmaya bilərdim. Oğlum bu sözləri mənə heç zaman deməyə bilərdi. Oğlum tamam bir istiqamətdə böyüyə bilərdi. Mənim bu münasibətlərdən xəbərsiz ola bilərdim. Nə yaxşı ki, mən bunu eləmişəm. Nə gözəl ki, mən bütün bunları eləmişəm. Bir müddətdən sonra valideynlər iclasında müəllimə gülə-gülə mənə yaxınlaşdı ki, bəs Orxana nə etmişsiniz ki, belə ciddi dəyişiklik olur? Mən əvvəl qorxdum ki, bəlkə yenə kobudluq eləyib, məsuliyyətsiz eləyib. Dedi, yox, Orxan tamamilə dəyişib, başqa insan olub. Çox məsuliyyətlidir dərslərinə, yoldaşlarına qarşı çox nizamlı, intizamlıdır. Valideynlərə, xüsusən atalar özümü tutaraq deyirəm ki, siz övladlarınız üçün, xüsusən oğlan övladlarınız üçün çox vacibsiniz, əvəz olunmazsınız. Onlara zaman ayırın, mütləq zaman ayırın. Sizin övladlarınıza qoya biləcəyiniz, verə biləcəyiniz ən dəyərli şey onlara ayırdığınız zamandır.